İki şey məni daima heyrətləndirir. Üstümdəki ulduzlu səma və içimdəki əxlaq anlayışı. Bu sözlər məşhur Alman filosofu Immanuel Kanta məxsusdur. Kantın iddiasına görə əxlaq qaydaları obyektivdir və obyektiv əxlaq qaydalarını yalnızca əxlaq qoyucu bir varlıq təyin edə bilər. Yəni yaradıcı anlayışı. Bugünkü teistlərin də, yəni inanclıların da iddia etdiyi əxlaqın təməlləndirilməsi üçün Tanrının mövcudluğunun labüddüyüdür. Yəni əgər bir insan Tanrının varlığını qəbul eləmirsə, o şəxs üçün obyektiv əxlaq qaydaları mövcud ola bilməz. Gəlin bu iddianı formallaşdırmağa çalışaq. 1. Obyektiv əxlaq qaydaları varsa, Tanrı mövcuddur. 2. Obyektiv əxlaq qaydaları kainatımızda var, yəni mövcuddur. 3. Obyektiv əxlaq qaydaları mövcud olduğuna görə deməli Tanrı mövcuddur. Amma gəlin bu iddiaya cavab verməzdən qabaq birinci olaraq əxlaq anlayışı nədir? Buna cavab verək ki, daha sonra bu anlayışın Tanrı tərəfindən yaradılıb, yaradıla bilməyəcəyini bu haqqda müzakirə eləyə bilək. Əxlaq cəmiyyətimizdəki şəxslərin və yaxud da özümüzün davranışlarının qiymətləndirilməsi, dəyərləndirilməsi üçün yaratdığımız normalar toplusudur və yaxud da qaydalar toplusudur. Bəs bu qaydalar, normalar necə formalaşır? Yəni necə biz bir düşüncəni, bir davranışı qiymətləndirə bilirik? Bunun üçün hər bir insanın şəxsi təcrübəsi, eyni zamanda böyüdüyü mühit, böyüdüyü ailə, ölkə, həmin ölkənin mentaliteti və yaxud da anadan olduğu zaman böyüdüyü dini inancların onda formalaşdırdığı əxlaqi qaydalar və həmçinin özünü yetişdirdiyi dünya görüşü, fəlsəfi düşüncələri ilə bu əxlaqi qaydaları tənzimləyə bilir və buna yönəlik bir dəyərləndirilmə sistemi yarada bilir özündə. Bəs niyə inanclılar iddia edir ki, bu dəyərləndirmə sistemi Tanrı olmadan mövcud ola bilməz? Gəlin bu iddianın üzərində duraq və izah etməyə çalışaq. Ümumiyyətcə, əxlaqın təməlləndirilməsi deyəndə bu suala cavab verməzdən öncə birinci verəcəyimiz cavab təməlləndirilmə nədir? Yəni təməlləndirmənin nə olduğunu biləndən sonra artıq əxlaqın təməlləndirilməsi haqqında danışa bilərik. Təməlləndirmə bir mövzu haqqında onun əsaslandırılması və onun izah edilməsi başa düşülür. Nümunə olaraq kainatın genişlənməyinin təməlləndirilməsi deyərkən nələri nəzərdə tuturuq? Misal üçün Hubble teleskopu ilə qalaktikaların bir-birindən uzaqlaşması zamanı qırmızı işıq effekti yaratması kainatın genişləndiyinə, yəni statik olmadığına yönəlik bir təməlləndirmə sayıla bilər. Və ya kosmik fon şüalanması kainatın genişləndiyinə dair kifayət qədər ciddi dəlil və təməlləndirilmə hesab edilə bilər. Bəs əxlaqi yanaşmalarda bu təməlləndirmə deyərkən nəyi nəzərdə tuturuq? Teistlərin iddia elədiyi, yəni Tanrı anlayışını qəbul eləməyin bir təməl olaraq sayılması tam olaraq necə formalaşır? Buna yönəlik Platonun Eutipron ikiləmi olaraq bilinən Tanrı bir şeyləri buyurduğu üçünmü o şeylər yaxşıdır, yoxsa o şeylər yaxşı olduğu üçünmü Tanrı bunu buyurub sualı ilə əslində Tanrının əxlaqı təməlləndirilməsində nə qədər uğurlu olub olmayacağını müzakirə eləyə bilərik. Gəlin iddianın birinci tərəfini müzakirə eləyək. Tutaq ki, bir şeylər Tanrı buyurduğu üçün onların yaxşı olduğunu iddia eləyirik. Əgər bir şeylər Tanrı buyurduğu üçün yaxşıdırsa, bu onun bilgisinəmi görə belədir, yoxsa keyfi davranışına görəmi? Misal üçün, Tanrı bu gün 8 yaşındakı uşaqla evlənə bilərsiniz iddiasını səsləndirsə, bu əxlaqi olaraq düzgün iddia olaraq qəbul olunsa, sabah bir gün Tanrı bunun əksinə yönəlik bir iddia səsləndirə bilərmi? Əgər cavabınız xeyr, Tanrının bu gün dediyi sabah dəyişilə bilmir iddiasındasınızsa, bu zaman Tanrı bu bilgini hardansa almalıdır və əgər bu bilgi hardansa alınırsa, yəni bir şeylər özü-özlüyündə yaxşı və pis anlayışlarını ehtiva eləyirsə, bu zaman əslində Tanrı olmadan da bir şeylərin yaxşı və pis olması potensialı özlüyündə mövcud olduğundan Tanrıdan da münezzeh, yəni Tanrıdan da kənar bir şeylərin var olduğu gerçəyini göz önündə bulundurmaq əslində teizmin Tanrı konsepsiyası ilə bir qədər ziddiyyət təşkil edir. Yəni əgər hər şeyin yaradıcısı Tanrıdırsa və hər şeyin qiymətləndirilməsi Tanrı üzərinə mövcud olursa, o zaman Tanrıdan kənar yaxşı və pis anlayışları əslində mövcud olmalı deyildir. Buna görə də bir şey özü içliyində yaxşı və pis ola bilir teizmin Tanrı konsepsiyasının özü özlüyündə ziddiyyət təşkil etdiyinə görə birinci iddianı qəbul eləyə bilmərik. İddianın ikinci tərəfi isə, yəni Tanrı buyurduğu üçün yaxşıdır tərəfi, yenə də bilgiyə yönəlik deyil, keyfi durum olduğu üçün Tanrı bir şeyləri öz bilgisinə görə deyil, yəni bu gün verdiyi qərarına görə verdiyi üçün əslində bu gün, misal üçün bu videoda mən bir əxlaqi konsepsiya yaratsam və bildirsəm ki, 15 yaşında bir uşaqla evlənmək əxlaqlı davranışdır. Mənim bu iddiamla Tanrının əxlaqi qayda iddialar arasında heç bir fərq yoxdur. Çünki Tanrı bunu bilgiyə dayalı yox, məhz üstün bir varlıq olduğu üçün özünün bir növ diktatura rejimindəki kimi, yəni mən nə deyirəmsə odur prinsipi ilə yanaşdığı üçün əslində Tanrının əxlaqi konsepsiyaları ilə insanların özlərinin yaratdığı əxlaqi konsepsiya arasında bir fərq qalmayacaqdır.
Amma tutaq ki, gəlin bir anlıq qəbul eləyək ki, Tanrı əxlaqı təməlləndirmədə uğurlu bir cavabdır. Bu praktiki cəhətdən bizə bir fayda verirmi? Yəni misal üçün tutaq ki, bir ateist hansısa bir uşağı öldürmə zamanı bir müsəlman onun qarşısına çıxır və deyir ki, onu öldürmə. Çünki sənin bu öldürmən Tanrının əxlaqi qaydalarına ziddir. Yəni sənin bu əməlin sənin cəhənnəmə getməyinə səbəb ola bilər və əxlaqi cəhətdən qeyri-etik və yaxud da əxlaqsız davranışdır. Sizcə bir ateist üçün bu iddia nə dərəcədə ciddi səslənir? Axı ateist Tanrını və Tanrının əxlaqi konsepsiyasını qəbul etmirsə, əslində bu arqumentin onun üçün hansısa bir hedonistin, hansısa bir əxlaqi realizmi müdafiə edən şəxsin əxlaqi konsepsiyasından fərqlənməyəcəyi üçün əslində həmin ateist üçün bu iddia əxlaqi olaraq keçərliliyini itirir. Yəni həm praktiki tərəfdən, həm də nəzəri tərəfdən Tanrının əxlaqı təməlləndirmək üçün yetəri qədər uğurlu olmadığını görə bilirik. Videonun əvvəlində də bildirdiyim kimi, bu video sırf teistlərin Tanrının, yəni əxlaqı təməlləndirmək üçün önəmli olan bir varlığın elə də önəmli olmadığını və əslində keçərli olmadığını göstərmək üçün çəkilmiş bir videodur. Təbii ki, əxlaq haqqında əxlaqın növləri, əxlaqın naturalist çərçivədən, yəni inancsız çərçivədən nə cür izah oluna bilindiyini də başqa videolarda sizin də istəyinizlə təbii ki, izah eləmək, çəkmək olar. Teist tərəf Tanrını əxlaqın təməlləndirilməsində istifadə etsə də uğurlu olmur, amma ateist tərəf, yəni inancsız tərəf əxlaqı təməlləndirmək üçün hansı vasitələrdən istifadə edir? Bunu növbəti videolarda izah edə bilərik əlbəttə. Bu video üçün hazırda mənim deyəcəklərim bu qədər idi. Əgər siz də bu tipli videoların gəlməyini istəyirsinizsə, kanalımıza abunə olub, eyni zamanda videonu dostlarınızla bölüşüb və şərh hissəsində sizin də istədiyiniz mövzuları soruşaraq, sual verərək mənim cavab verməyimə vəsilə ola bilərsiniz. Sağ olun, görüşənədək.